Nazilə Səfərlinin xahişi ilə, bacımdır mənim Nazilə. Onu qızımın özümün ad gününə çağırmışam. 200 manatlıq menüyə gətirib 2 nəfərə 500 manat pul salıb. 400 manat yeməyinə salıb 100 manat mənə verir. Mən açıq danışıram. Mənim verişmə gələndə mənim cibimə 300 manat basmayıb. Mənim bəzi aparıcılar kimi kartıma pul atmayıb. Günel fəxr eləsin ki, gör nə deyir. Toyda gəlib Güneldən o mahnını istəyir. Nə olsun? Arzu xanım incimə ginən. Hansısa aparıcı cibinə 300 manat basmaqla bu camiyyədə söz sahibi olmaq olmaz. Bugün siz Günelə söz deyirsiniz, sabah çıxıb Kamiləyə deyirsiniz. Alçın oxur mənim dostum, qorxa-qorxa belə deyir. Axı, Azəri qızı Günel də yaxşı oxuyur. Yaxşı oxuyur, nədir? Azəri qızı Günel sənətkar deyir. Yaxşı oxuyur, yaxşı bilirsən kim oxuyur? Babat da belə, sənin o qonaqların. Babat oxuyur, sənin o dinənləri yalandan ürəyə gedir. Babat da belə də yalandan orada 150 manat. Mən heç kimi aşağılamıram ha. Yaxşı oxuyur, nədir? Sənətkar deyir bu adam. Atası bunun sənətkardır. Dayıları, əmiləri sənətkardır. Siz nə danışırsınız? Ən azından 30 ildir ki, Azərbaycan Türkiyədə təbliğ edir. Qurban olum, azı yox. Kim mənim? Sənətkar deyil Azəri qızı Günel. Böyük sənətkar. Bu nə deməkdir? Siz cəmaata kimi sənətkar kimi soxuşdurmaq istəyirsiniz efirdən? Bir qələt elədik biz aparıcılar, bəzilərini gətirib söz sahibi elədik burada. Sənətdən xəbəri olmayanlar, kişi hesabına gəlib də efirlərə çıxanları biz sənətkar kimi adlandıraq. Ayıbdır, vallahi ayıbdır. Sən verişi aparırsan, sən verişini söz sahibi deyilsənsə, o verişi apara bilməzsən sən. Çünki vaxtında 200-300 manat cübə basılıb deyə, dilim qısadır.